Salam. Bu günləri biz 8-ci sinif dim testindən həqiqi ədədlər mövzusunda A variantının suallarına baxacağıq. Deməli, birinci sualımızdan başlayaq. Birinci sualımızda deyir ki, 55-də 12 kəsirini sonsuz dövrü onluq kəsir şəklində göstərin. Vergülü kəsirə çevirmək üçün adi kəsiri bilirik ki, bölmədən istifadə edəcəyik. 12-ni bölərik. Deməli, 55-ə. 12'nin içində 55 yoxdur. 0 qoyduq, 0 tam qoyduq. 2 dəfə olacaq 110. Sonra burada 10 qaldı, yoxdur. 100'ün içində bir dəfə 55. 55. Deməli, qaldı 45. 45'in içində yoxdur. 0 atdıq. Olar 8 dəfə. 8 dəfə 5, 40. Deməli, yenə 10'a gəldi. Yenə 10'a gələndə 0 atanda yenə uşaqlar onda bir dəfə olacaq 18. Bu qaydanın davam edir. Onda oldu 0 tam 2 dövrdə 18. Birin cavabı oldu B variantı. Bir də oldu B variantı. Keçək ikinci sualımıza. Deyir, ədədləri artma sırası ilə göstərin. Mənfi 3, 0, mənfi 2'də 7, mənfi 3 tam dövrdə 5. Deməli, biz bilirik ki, mənfi ədədlərdə 0'a yaxın olan daha böyükdür. Yəni, mənfi ədədlərdə tərsinədir. Mənfi 1, məsəl üçün, mənfi 3'dən daha böyükdür. Deməli, gələk baxaq. Biz bilirik ki, 7'ni 2'yə böləndə 3 tam, mənfi 7'də, mənfi 2'də 7, mənfi 2'də 7, 3 tam, mənfi 3 tam 5 deməkdir. Mənfi dövrdə 3 tam dövrdə 5 isə mənfi 3 tam 5, 5, 5 demək. Deməli, mənfi olmasaydı əslində dövrdə olan böyük idi. Amma mənfi olduğuna görə tərsinə böyük olanı kiçik hesab edirik. Deməli, oldu. Ən kiçiyi bizdə olacaq mənfi 3 tam dövrdə 5. İkincisi olar 2'də 7, yəni eləcə adi 3 tam 5 olan 2'də 7. Üçüncüsü olar mənfi 3. Dördüncüsü 0. Beşinci də ən böyük ədəd 2 tam onda 6. Deməli, bizə nə deyirdi? Bizə deyirdi ki, artma sırası ilə ədədləri artma sırası ilə göstərin. Azdan çoxa doğru düzdük. Cavabımız da olar C variantı. Sonra gəldik, baxdıq üçüncü sualımıza. Üçüncü sualda deyir ki, 0 tam dövrdə 63 sonsuz dövrü onluq kəsiri adi kəsirə çevirin. 0 tam 63, 63 davam edirsə bu dövrdə 63'dür. Bizim bilirik ki, dövrün sayı qədər məxrəcə 9 yazılır, sürətə isə ədəd özü yazılır. 9'u ixtisar aparsaq 7, 11. Cavab olar A variantı. Dördüncü sualımıza baxaq. Modulu 2'də 5'dən böyük olmayan ən kiçik rasional ədədi göstərin. 2'də 5 vergüllü kəsirlə 2 tam onda 5'dir. Bu elə rasional ədəddir, kəsir ədəd. Deyir ki, bundan böyük olmayan. Bundan böyük olmayan elə özü ola bilər də. Ən kiçik ədədi isə modulu bundan böyük olmayandır da. Ən kiçiyi 2 tam 5'dir. Burada 2 tam 5 özü də 2 tam 5'dən böyük deyil. Ancaq bizə deyir ki, ən kiçiyi göstər. Deməli, ən kiçik ədəd onda olar mənfi 2 tam 5. Cavab olar D variantı. Beşinci sualımıza baxaq. Ədədlərdən hansı dövrü olmayan sonsuz onluq kəsirdir? Yəni, həm sonsuz olsun, həm də dövrü olmasın. Yəni, bu sözün mənası belədir. Bax, məsəl üçün 2 tam 7, 3, 5, 2, 2, 6, tutaq ki, burada 1, vergül yoxdur da, 8. Bu belə deməkdir. Deməli, bu sonsuzdur, amma dövrü deyil. Çünki biz bunun 2 tam nəyin dövr elədiyini bilmirik, göstərə bilmirik. Amma məsələn, baxın, 2 tam 8, 3, 8, 3. Bu da sonsuzdur. Amma bu dövridir. Çünki bunu yazırıq 2 tam dövrdə 83. Amma burada bu sonsuzdur. Ancaq nəyin dövr elədiyini yaza bilmirik belə.
İndi deyir variantlardan hansı belədir? A bəndi elə deyir, çünki bunu yaza bilirik, dövr eləyən 6-dır. -2/3-1-i yaza bilirik, çünki 1-i 3-ə böləndə dövr eləyir, yazmaq mümkündür. B bəndi ümumiyyətlə dövrü kəsir deyil. 5-i 2-yə böləndə 2/5 düşəcək. 14-də 99, 99-da 14 də dövrüdür. Yəni 14-ü buna bölsək dövr eləyib gedəcək. Dövrü olmayan Y bəndidir. Çünki pi bölünsün 2-dir. Pi'nin cavabı bizdə 3/14. Davamı var da 1, 2, 7, 1 bu qayda ilə gedir. Bunu da 2-yə bölsək yenə həmin qayda ilə bu hissə gedəcək. Həm sonsuzda, amma həm də dövrü şəkildə göstərə bilmirik. Deməli cavabımız olar Y variantı. 5-ci sualda. Gələk baxaq 6-cı suala. Deyir ki, alfa rasionaldır, beta və qamma isə irrasional ədəddir. Təkliflərdən hansı doğru deyil? Biri rasional, digəri isə irrasional olan ədədlər üzərində bütün əməllər irrasionaldır. Bunu yadımızda saxlayırıq. Deməli, biri rasionaldırsa, Q-dürsə, o birisi irrasionaldırsa, bunun üzərindəki əməllərin hamısının nəticəsi olur irrasional. Yəni, toplaması da, çıxması da, vurması da, bölməsi də irrasional olur. Olur irrasional. İndi bizə deyir ki, aşağıdakilərdən hansı doğru deyil? Amma ikisi də deməli irrasional olanda uşaqlar, o zaman onun nəticəsi rasional da ola bilər, irrasional da ola bilər. Deməli, A bəndinə baxaq. Alfa bölünsün qammadır, yəni rasional bölü irrasionaldır. Bu irrasional ədəddir dediyimiz kimi. Yenə alfa ilə beta B bəndində irrasional, biri rasional, o birisi irrasionalsa yenə cavab irrasional eləyəcək. Bu da doğrudur. Alfa vurulsun qamma, rasionalı irrasionala vuranda irrasional eləyəcək. Bu da düzdür. Cəmi beta plus qamma, beta D variantına baxırıq. D variantında beta da irrasionaldır, qamma da irrasionaldır. Deyir, bunların cəmi irrasionaldır. Bəlkə tutaq ki, beta olsun bizdə məsələn kök 3-dür, qamma da bizdə mənfi kök 3-dür. Həqiqətən ikisi də irrasional ədəddir də. Bunları deyir toplayanda güya irrasional olur, amma fakt toplayanda betanın üstünə qammanın gələndə 0 eləyəcək. 0 isə rasional ədəddir. Yəni, iki irrasional ədədin cəmi rasional ola da bilər, irrasional ola da bilər, olmaya da bilər. Burada isə irrasional dediyinə görə, ona görə səhv olan D variantıdır. Gələk baxaq 7-ci sualımıza. Deməli, 7-ci sualımıza baxaq. 0,1 dövrdə 3 çıxılsın 0,1. Bunu adi kəsrə çevirsək, 0,1 dövrdə 3 çıxılsın 0,1-i. Deməli, adi kəsrə çevirəndə dövrün sayı qədər 9, dövrlə ədədin arasındakı ədədlərin sayı qədər 0, yuxarıda isə 13 çıx 1, 12 çıxılsın. Bunu adi kəsrə çevirsək, deməli, adi kəsrə çevirsək, olacaq 1. Kəsirlər toplayanda məxrəci eyniləşdiririk, toplayanda çıxanda 9-a vursaq, cavabımız olacaq 90-da, 12-dən 9-un çıxanda 3, 3-ə ixtisar eləyəndə 30-da 1. Bu da olar A variantı. Gələk 8-ci sualımıza baxaq. X çıxılsın modulda A. Deməli, modulda X çıxılsın A, çıxılsın A üstə gəl X bölünsün 3 bərabərdir -10-a. Bir də şərtimizdə bizim var ki, X böyükdür A-dan, o da böyükdür 0-dan. Gələk baxaq. Biz bilirik ki, moduldan X A-dan böyükdürsə, kiçik olanda yeri dəyişirdi çıxmada. Böyük olanda olduğu kimi moduldan çıxır. Deməli, oldu elə bizdə X çıxılsın A, çıxılsın. Toplamaya da dəxli yoxdur, olduğu kimi açılır. Sadəcə olaraq ədədin qarşısında mənfi var deyə içərinin işarələri dəyişir. Çıx A, çıx X oldu. Məxrəcdə də 3 bərabərdir -10-a. Burada X-lar islah getdi. -2A bərabərdir çarpaz vuranda 3 10-a -30. A da bərabərdir 15-ə. Bizdən A-nı soruşurdu. 8-ci sualımızda A da bərabər oldu 15-ə.
Gələk baxaq 9-cu sualımıza. 33-5 ədədinin dövrü ilə 45-də 31 kəsirinin tam hissəsindən dövrə qədər olan ədədin cəmini tapın. Gəlin baxaq. 33-də 5-i dövrü kəsirə deməli dövrü formada yazaq. 33-də 5-i. Onda deməli necə eləyəcəyik? 5-i böləcəyik 33-ə. 33-ə 0 qoyaq, tam qoyaq. Deməli bir dəfə 33 olsun. Burada qalsın 17. 5 dəfə olar 15 bir yadda 16. Oldu 5. 5 oldu görürsünüz uşaqlar. Burada da 5 var deyə. Deməli yenə təkrarlanacaq. Onda 15, 15 bu qayda ilə təkrarlanacaq. Deməli bizim misalımız oldu. Bərabər oldu. Bərabər oldu 0 tam dövrdə 15. Bu belə. 0 tam dövrdə 15-ə bərabər oldu. İndi bunu tapdıq. Deyir ki, dövr olan hissəsi ilə 45-də 31-i gələk tapaq görək bu nəyə bərabərdir. 45-də 31. 31-i bölək 45-ə. Deməli 0 tam. Görək. 6 dəfə olar. 6 dəfə olsa 70 deməli. 8 dəfə. Yenə 40. Deməli 8-lər təkrarlanacaq. Onda bizdə olacaq bərabər oldu 45-də 31. 0 tam 6 dövrdə 8. İndi bizə deyir ki, bax bu birinci kəsirin dövr hissəsi ilə, dövr hissəsi neçə oldu? 15. İkinci kəsirin tamla dövrünə qədərki hissəni, yəni 6-nı. Bunların deyir cəmini tap. Yəni 15 üstəgəl 6-nı bizdən soruşur. Bu da eləyəcək 21. Oldu 21. 9-cu sualımız da oldu 21. Gələk baxaq növbəti 10-cu sualımıza. Uyğunluğu müəyyən edin. Birinci də safdır, qarışıqdır. O birisi də dövrü olmayandır. Birinci, ikinci, 3. Gələk baxaq. 6-da 1. 1-i bölək 6-ya. 0 tam deməli. 0 tam neçə dəfə olar? Bir dəfə olar 6. Burada 40-ın içində 36, yenə 40. Belə davam eləyəcək. Deməli 0 tam olacaq. 6'lar 0 tam 1 dövrdə 6. Bu oldu 0 tam 1 dövrdə 6. Bu da təbii ki qarışıqdır. 2-yə gedəcək. 2-nin cavabı oldu A. Deməli A bəndi uyğun oldu bizdə 2-yə. 2-yə uyğun oldu bizdə A bəndi. Aha. İndi gələk baxaq B bəndi. Biri pi-yə böləndə. Biri pi-yə bölüləndə 1 bölünsün deməli pi 3 tam yüzdə 14 davam eləyir də 1, 2, 7, 3 belə gedir. Biri buna böləndə yenə eyni şəkildə dövrü olmayan sonsuz davam eləyər. Deməli B olar 3-ə uyğun. Aha. İndi gələk baxaq 2-ni 3-ə böləndə C bəndinə. 2 bölünsün 3. Bunun hər tərəfini 3-ə vursam, bu eləyəcək 9-da 6. 9-da 6 da 0 tam dövrdə 6 kimi göstərilir. Bu safa aiddir. Deməli, bu C uyğun olacaq 1-ə. Gələk baxaq D-yə. 9-da 4. D bəndində 9-da 4 yazılıb. Təbii ki, bu da 0 tam dövrdə 4 deməkdir. Bu da aid olacaq safa. Bu da deməli yenə 1-ə aid oldu. 1-ə C ilə D uyğun gəldi. Y variantına baxaq. Pi bölünsün 3. Yenə pi 3 tam yüzdə 14 və sonsuzdur. Deməli, bunu da hər hansı bir 3-ə böləndə yenə bu eyni qayda ilə uzanıb sonsuz şəkildə gedəcək. 3-də uyğun oldu. Y-də uyğun oldu 3-ə. Dövrü olmayan sonsuz.
sonsuz onluq kəsir. Və salam, deməli suallarımız bu qədər. Mövzumuz həqiqi ədədlər idi. 8-ci sinif A variantı.